Səhər saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib. Neftçilər prospektində Baku-Bas MMC-yə məxsus 125 saylı avtobus idarəetmədən çıxaraq dəniz kənarı Milli Park ərazisinə daxil olub. Nəqliyyat vasitəsi işıq dirəyinə çırpılıb. Həmin dirək avtobusla birlikdə 30-40 metr irəli sürüklənib və aşıb. Avtobus daha sonra reklam banyerinə və ağaca çırpılaraq dayanıb. Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb edilib. Xəsarət alanın olub-olmaması barədə hələlik bir məlumat yoxdur. Hadisə ilə bağlı Baku-Bas MMC-nin açıqlaması belə oldu. 99 JU 809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də idarəetməni itirərək avtobusu bulvar ərazisinə yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal təcili tibbi yardım xidməti çağırılıb. Təbibdən isə bildirilib ki, bugün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində bulvar ərazisi yaxınlığında 125 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də idarəetməni itirərək avtobusu bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal təcili tibbi yardım xidməti çağırılıb.